Qiyamət günü bilirsiniz niyə görə həsrət çəkəcəyik hamımız? Yevmul həsrə. Sizcə qiyamətin ən böyük həsrəti nədir? Qiyamətdə insan özünü görəcək. Başa düşəcək ki, mənim üçün ali insan olmaq üçün mənim daxilimdə hər şey var idi. Bax, mən bu potensialından hər yerə gedib çata bilərdim, amma çatmadım. Ən böyük həsrəti peşmançılığı bu olacaq. Böyük insanları gətirəcəklər məhşərə, nur saçan insanları. Bilirsiniz, biz niyə peşman olacaq? Baxacaq, görəcək ki, bizdə onun kimi olmaq üçün hər bir potensial var idi. Heyf ki, onu istifadə etmədi. İndi bunu başa salmaq çətindir. Sən demə, mən bunun bir addımlığındaymışam. Onun peşmançılığını heç nə izah eləməm. Ax, görürsən o hara getdi, çatdı. Sən də nə vəziyyətdəsən. Sənin ondan heç bir potensial fərqin yox idi. Demirəm, insanlar eynidir. Eynilikdən danışmıram. Potensial etibarı ilə hər bir insanın o zirvəni fəth eləmə imkanı var. Onu insan başa düşəcək. Bizim içimizdə çox böyük potensial var, istedadlar var. İlk əvvəl bundan başlamalıyıq. Biz dünya üçün yox, əbədiyyət üçün yaranmışıq. Bunu biz başa düşməliyik, anlamalıyıq.